Salam müəllimlər, mən Aysun Abdullazadə. Bu gün sizə 2026-cı ilin çərçivəsinə əsasən yeni iş formaları mövzusunu izah edəcəm. Əslində iş formaları köhnə çərçivələrdə də yer alır. Sadəcə indi iş üsulları haqqında mündəricat hissəsində ayrıca ətraflı məlumat veriblər. Ona görə biz də ətraflı məlumata sahib olmalıyıq. Bildiyimiz kimi məktəbəqədər yaş dövründə uşaqların öyrənmə potensialının ən yüksək bir mərhələsidir. Və əsasən bu mərhələdə, bu dövrdə verilən təlimin məzmunudur, təşkilat formasıdır ki, uşağın gələcək təhsil uğurunun əsasını təşkil etmiş olur. Və bildiyiniz kimi artıq nəzəriyyələrdə, müasir nəzəriyyələrimiz hansılardır? Piaget, Vygotsky, Gardner, Montessori, Emilia, Waldorf, Froebel nəzəriyyələrində uşaqlar üçün təlim yalnız bilik ötürmə prosesi deyil, həm də burada uşaqlar sosiallaşmalıdır, uşaqlar özü öyrənməlidir, müstəqil yanaşma göstərməlidirlər, yaradıcı inkişafları, şəxsiyyət kimi formalaşması ön plandadır. Və bunun üçün də təlimin təşkili zamanı düzgün strategiya təmin edilməlidir və düzgün strategiyada iş formalarının doğru seçilməsi və tətbiqi ilə başlayır. İndi belə suallar veriblər ki, məktəbəqədər təlimdə hansı iş formaları var? Uşaq şəxsiyyətinin hərtərəfli inkişafının təşkilində iş formalarının effektiv tətbiqi yolları hansılardır? Bu iş formalarında fəaliyyət uşaqların inkişafına necə təsir edir? Müasir pedaqoji nəzəriyyələr bu iş formalarının tətbiqini necə əsaslandırır? İndi biz bu suallara növbəti səhifələrdə cavab tapacağıq. Bəs tədqiqatın məqsədi nədir? İndi biz nə öyrənəcəyik? Təlim prosesində istifadə olunan iş formalarını elmi nəzəri əsaslar baxımından təhlil etmək və onların uşaqların inkişafına təsirini müəyyən etmək, tərbiyəçi müəllimlərə təcrübədə seçim etmə, tətbiq istiqamətində tövsiyələr vermək. Aydın oldu. İndi müasir dövrdə təhsil, tərbiyəçi müəllimlərdən təhsil qanununda və yaxud kurikulum proqramında vurğulanan didaktik prinsiplər. Bildiyiniz kimi didaktik prinsipin adı qeyd olunmaya bilər, ancaq biz yenə də bunu bilməliyik. Əsasən burada öyrətmə prosesində yeni yanaşmalar tələb edir. Yəni, müasir təhsil öyrənmə prosesinin mərkəzində uşağı görür. Uşaq mərkəzli strategiya ilə tərbiyəçi müəllim artıq əlaqə qurmuş olur, əməkdaşlıq qurmuş olur. Və məktəbəqədər təhsil kurikulumu, məktəbəqədər təhsilin məzmunu, təlim strategiyaları, uşaq inkişafının izlənilməsinə dair tərbiyəçi müəllimləri istiqamətləndirmiş olur. İndi baxacağıq kurikulum hissəsinə. İlk öncə gəlir məktəbəqədər təhsilin məzmunu. Nələr daxildir? İnkişaf sahələri, fiziki inkişaf, estetik yaradıcı inkişaf, sosial-emosional inkişaf və idrakin inkişafı. Müxtəlif fəaliyyət növləri üzrə uşaqların inkişafıdır, didaktik prinsiplərimizdir, səriştələrdir, ümumi təlim nəticələridir, məşğələ və həftəlik miqdarıdır, inkişaf standartlarıdır ki, məzmun standartları yaş qruplarına əsasən və inkişaf sahələrinin inteqrasiyası. Bunlar məzmuna aiddir. Gəlir təlim strategiyaları. Təlim strategiyalarında nələr var? İnkişaf və təlim strategiyalarının mahiyyəti, inkişaf etdirici təlim mühitinin təşkili, təlimin təşkilinə verilən tələblər, təlimin təşkilində istifadə olunan iş forma, iş üsulları, təlimin planlaşdırılması və təşkili metodikası. Uşaq inkişafının dəyərləndirilməsi. Bildiyiniz kimi qiymətləndirmədir. 3 növ var. Diaqnostik, inkişafın izlənilməsi və inkişafa dair yekun hesabat. İndi biz hələ ki iş formalarına baxacağıq. Digər dərslərə növbəti izahlarımızda baxılacaq. İndi baxaq görək strategiya nədir? Strategiya əvvəlcədən müəyyən edilmiş nəticəyə çatmaq üçün hazırlanan məqsədlər zənciridir və subyektin məqsədlərinə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir. Və strategiya minimal əməyi, vaxtı, resursu sərf edir. Belə deyək, yüksək nəticəyə necə çatmaq olar, onun yollarını göstərir. Və əsasən qərarlar toplusu da biz deyə bilərik. Təlim strategiyalarına nələr daxildir? Baxın, burada qeyd olunub. İlk öncə təlim prosesi və onun təşkil prinsipləri.
Təlimin təşkili prinsipləri hansılar idi? Birinci, şəxsiyyət yönümlülük. İkinci, diferensiallaşdırma. Üçüncü, idrak fəallığı. Dördüncü, əyanilik. Beşinci, əməkdaşlıq. Və sonuncu, nəticə yönümlülük. Qısa-qısa yazdım. Bunlar haqqında ayrıca dərsdə məlumat veriləcək. Sonra gəlir iş forma, iş üsulları və təlimin planlaşdırılması. Planlaşdırma da illik perspektiv, cari həftəlik planlaşdırma haqqında danışır. İndi gələk iş formaları haqqında ətraflı məlumata. İş formaları hansılardır? Fərdi, cütlərlə, qruplarla, kollektiv iş forması. İş formaları uşaqlarda nəyi öyrədir? Sosial-emosional inkişafı, idraki inkişafı dəstəkləmiş olur və daha da tədrisdə səmərəli olması üçün Lev Vygotsky'nin proksimal inkişaf zonası. Hər dəfə dərs keçəndə deyirlər ki, müəllimə, axı belə bir qayda yoxdur. Bunu niyə deyirsiniz bizə? Baxın, bu da sübutu zıpıdır. Proksimal inkişaf zonası artıq özün iş formalarında göstərdi. Əsasən uşaqların tək başına deyil, başqalarının köməyi ilə çata biləcəkləri inkişaf səviyyəsinə istiqamətlənmiş təlim mühitinin formalaşmasına dəstək olur. Və məktəbəqədər təhsil dövründə uşaqların inkişafı kompleks və çox şaxəli proses olduğu üçün təlim prosesində də istifadə olunan iş formaları bu müxtəlifliyi əhatə etmiş olur. Və təlim dediyimiz kimi yalnız biliyi əldə etmək deyil, həm də şəxsiyyətin formalaşmasına yönəlmiş olmalıdır. Ona görə də yalnız biz bir formaya əsaslanmamalıyıq. İş formalarının bir-biri ilə tamamlanmasına nəzər yetirməliyik. Bildiyiniz kimi 1-3 yaşda iş formaları var, 3-6 yaşda iş formaları var. İndi belə 1-2, 2-3. Fərdi, yarım qrup, kollektiv. Bu 1-2, 2-3 yaş qruplarına aiddir. 3-6 yaşda isə, baxın, elə burada göstərim şəkillə. Bu 1-3 yaşdır. 3-6 yaşda isə fərdi, cüt, qrup, kollektiv. Baxın, şəkillərlə də qeyd edibdir. İndi biz baxacağıq iş formalarının xüsusiyyətlərinə. Əslində hamısını keçmişəm, eyni mənalı mövzu sözlərdə, sadəcə yenə də izah edim. Fərdi iş. İlk öncə fərdi işin xüsusiyyətinə baxacağıq. Qələmin rəngini dəyişək, gözünüz yorulmasın. Xüsusiyyəti nələrdir? Tapşırıq üzərində bir uşaq işləyir. Bəli, tək bir uşaqdan söhbət gedir. Biz fərdi işlə danışırıq axı. Uşağın fərdi maraqları, inkişaf səviyyəsi, ehtiyacı nəzərə alınır. Qısa müddətli, lakin intensiv tapşırıqlar aparılır. Bəs məqsəd nədir fərdi işdə? Fərdi potensialın aşkara çıxarılması, uşağın özünü təhlil etməsi, özü üzərində işləməsi, özünün güclü zəif tərəflərini müəyyən etməsi, qərar vermə bacarığını inkişaf etdirmək. Üstünlüklər hansılardır? Şəxsi inkişaf, fərdi öyrənmə və uşağın öz ritminə uyğun şəkildə irəliləməsi. Bəs risk nə ola bilər fərdi iş formasında? Baxın. Sosial təcrid, yəni daim fərdi öyrənmə bəzən sosial nizamsızlığa da səbəb ola bilər. Yəni uşaq sosiallaşmaq istəməz, sosial bacarıqları azalar, insanlarla ünsiyyətdən çəkinər. Maraqsızlıq tək başına işləməkdən bezə bilər. Bu da həmin uşağı motivasiyadan salar. Bir uşaq nə qədər tək işləsin, yorula bilər artıq. O da bir cütlərlə işləyib daha da fikrini bölüşməyə imkanı qazanmalıdır. Gəlir cütlərlə iş. Tapşırıq üzərində 2 uşaq birgə işləyir. Məsuliyyət 2 uşaq arasında bölünür və uşaqlar bir-birinə kömək edə bilir, fikir mübadiləsi aparmış olur. Məqsəd nədir? Uşaqlar arasında ünsiyyətin qurulması, birgə düşünmə, həlli yolu axtarma bacarığı. Üstünlük, kommunikativ, yəni ünsiyyət bacarıqlarının inkişafı üçün əlverişlidir, sosiallaşma güclənmiş olur. Məsələn, cütlərlə işdə demişdik ki, əgər rəy vermə bacarığı zəif olsa, o zaman bu iş forması uğursuz olacaq. Uşaqlar arasında düzgün ünsiyyət olmasa, uğursuz olacaq. Konstruktiv rəy vermə olmasa, uğursuz ola bilər. Risk nədir? Asıllıq. Yəni uşaqların müstəqil düşünməsi zəifləyəcək. Mübahisələr yarana bilər. Yəni fikirlər ola bilər ki, qarşı durmalar yaranmış olsun. Bir-birinin fikrini qəbul etməsin. Qruplarla iş. 3-4 nəfərdən ibarət kiçik qruplardır. Qrup daxilində vəzifələr bölünür. Məsuliyyət uşaqlar arasında bölünmüş olur.
və uşaqlar arasında ünsiyyət qurma, bircə düşünmək, həlli yol axtarma və qrupda əməkdaşlıq bacarıqları inkişaf edir. Daha sonra üstünlükləri. Uşaqda başqalarının fikirlərinə hörmətlə yanaşma, liderlik keyfiyyətləri, sosial bacarıqların formalaşmasına imkan verir. Bəs risk hansıdır? Dominantlıqdır. Bir uşaq digər uşağa hakim olma riski var. Sosial mübarizə əsasında mübahisələr də yarana bilər. Kollektivlə iş. Bütün qrupun bircə tapşırıqları yerinə yetirilməsi, ümumi məqsədi müəyyən edilməsidir. Məqsəd nədir? Ümumi məqsəd uğrunda bircə çalışma, kommunikativ bacarıqları inkişaf etdirmə, qrup kollektivində ünsiyyəti möhkəmlətmək. Üstünlük nədir? Ümumilikdə hədəfə yönəlməni möhkəmlədir, kollektiv məsuliyyət hissini formalaşdırır və dinləmə bacarıqlarını təkmilləşdirir. Sonuncu risklərdir. Risklər nələrdir? Bəzən ola bilər ki, böyük qruplarda fikir ayrılıqları müzakirəni artıra da bilər, iştirakçıların azlığı ola bilər, elə olar ki, məsələn, utancaq passivlər kənarda qala bilər. Bəzi uşaqlar daha az iştirak edə bilər, bu da öyrənməni məhdudlaşdıracaq. İndi tək-tək baxırıq. Fərdi iş. Fərdi iş uşağın öz bacarıq, maraqlarına uyğun şəkildə təlimə cəlb olunmasına imkan yaradır. Yəni, uşaq öz öyrənmə tempi ilə qərarlarını qəbul edir, uşağın özünə güvəni, özünə inamı, təhlil etməsi, kreativ düşünmə bacarıqları inkişaf edir. Əsasən Montessori yanaşması ilə bağlıdır. Maria Montessori. Nümunə də veriblər, nümunəyə də nəzər yetirək. Məsələn, ətraf aləmi təsvir edən şəkil çək. Yəni, uşaq müstəqil şəkildə düşünür, nə çəkəcəyini özü seçir, özü yaradır, özü təsəvvür edir. Sərbəst fəaliyyətdir. Bəs elmi əsaslandırması nədir? Maria Montessori'nin tədris modelinə görə fərdi iş uşağın öz inkişaf tempində daxili motivasiyası ilə öyrənməsinə imkan yaratmış olur. Və bu forma uşaqların metapoznativ bacarıqlarını stimullaşdırmış olur. Yəni, uşaqlar öz öyrənmə prosesinə nəzarət edir, qiymətləndirmə vərdişlərini formalaşdırır. Məncə artıq fərdi iş haqqında heç bir çətinliyiniz qalmamalıdır. Cütlərlə iş. Uşaqlar arasında qarşılıqlı ünsiyyət, rol paylaşımı, empatiyanı inkişaf etdirir. Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsinə əsasən bu tip qarşılıqlı fəaliyyətlər zamanı uşaq həm başqasını öyrətmiş olur, həm də ondan öyrənir. Həm öyrədir, həm öyrənir. Sadəcə bilik verilmir, həm də davranış modellərinin formalaşmasına zəmin yaradır. Və uşaq bir nəfərlə fikir paylaşır, razılaşır, qaydalarla birlikdə əməl etmiş olur. İndi situasiyaya baxaq. Birlikdə qəsr quraşdırın. Yəni, uşaqlar arasında artıq bir koordinasiya, rol paylaşımı, əməkdaşlıq bacarıqları da inkişaf edəcək. Baxın, Albert Bandura sosial öyrənmə nəzəriyyəsinə əsasən uşaqlar başqalarına baxaraq öyrənir. Yəni, bir-birindən öyrənmiş olur. Və bu iş forması sosial konstruktivist yanaşmanı dəstəkləmiş olur. Uşaqlar bilikləri bircə qururlar, bircə müzakirə edirlər. Deməli, Montessori fərdi işlə bağlı oldu. Cütlərlə iş Albert Bandura. İndi kiçik qrupla işə baxaq. Qrup işi əsasən uşaqları həvəsləndirmək, fəal öyrənməyə təşviq edir. Bu iş formasında uşaqlarda həm qərar qəbul etmə, həm ünsiyyət, həm sərbəst fəaliyyət, həm tənqidi düşünmə bacarıqları inkişaf edir. Və qrup işini uğurla həyata keçirmək üçün hansı təkliflərdən istifadə edə bilərik? İndi ona nəzər yetirək. Qrup işində, daha doğrusu qrup otağında qrup işini həyata keçirmək. Birinci, qrup işinə hazırlıq. Təhsil alanların qruplarda fiziki olaraq necə düzüləcəyinə diqqət edin. Təhsil alanlarla qrup işi ilə bağlı keçmiş və təcrübələri haqqında danışın. Qrup işindən istifadənin mahiyyətini paylaşın. Qrup fəaliyyətinin dizaynı. Tədris məqsədlərini müəyyən edin. Tapşırığı çətinləşdirin. İştirakı, qarşılıqlı asılılığı, ədalətli əmək bölgüsünü təşviq edən qrup tapşırıqları təyin edin. Qrup ölçüsünə düzgün qərar verin. Təhsil alanların qruplara necə bölünəcəyinə qərar verin. Qrup işi üçün kifayət qədər vaxt ayırın. Müxtəlif formalarda bircə iş dizayn edin, yəni cütlərlə iş, kiçik, böyük qruplarla birlikdə.
Deyək ki, əgər uşaq hələ qrupla işləməyə hazır deyil, cütlükdə işləmək istəyirsə, o zaman biz məşğələmizdə həm qrup, həm də cütlərli iş formasından istifadə edə bilərik. İkinci gəlir qrup fəaliyyəti. Qrup fəaliyyətində təlimat verməzdən əvvəl qrupları təşkil edin. Qrup birləşməsinin formasını təhsil alanlar üçün asanlaşdırın. Tapşırığı aydın şəkildə izah edin. Qrupun qarşılıqlı əlaqəsi üçün əsas qaydaları birlikdə təyin edin. Təhsil alanlara təlimatlarınızın aydın olub-olmadığına aid suallar verin. Yəni görün nəyi başa düşüblər, nəyi başa düşməyiblər. Və qrup tapşırığının monitorinqi var. Qrupları izləmək lazımdır, qeydlər aparmalıyıq, bildiklərinizi paylaşmağa tələsməyin, fasilitator rolunuzu aydınlaşdırın, yol göstərən bələdçi olun. Üçüncü, qrup tapşırığını bitirmək. Qrup fəaliyyətinin dəyərləndirilməsini təmin edin, yəni fikir mübadiləsidir, şifahi hesabatlar, vizual hesabatlar. Təhsil alanların necə iştirak etmək istədiyini müəyyən edin. Fikirləri təlimin məzmunu, məqsədlərlə əlaqələndirin. Araşdırmaya davam etmək üçün zəmin yaradın. Qrup işi prosesinə dair düşüncələrini alın. Bu, uşağın özünü analizinə bir yol hesab olunur. Məsələn, fikir mübadiləsi, dinləmə bacarığı, məsuliyyət hissi, kollektiv qərar vermə, əməkdaşlıq bacarıqları formalaşmış olacaq. İndi situasiya veriblər. Situasiya nəzər yetirək. Vəhşi heyvanların maketlərini ayırın, təqdim edin tapşırığı. Uşaqları həm elmi təfəkkürə, həm müşahidəyə, həm də tətbiq etməyə yönəldəcək. Onlar vəzifə bölgüsü edəcəklər, birlikdə məzmuna, prosesə, təqdimata dair qərarlar qəbul edəcəklər və hər kəsin hazırladığı müzakirədən sonra da bir təqdimatda toplanacaqlar. İndi elmi əsaslandırma, yenə nəzəriyyə ilə əlaqələndirmə. Burada isə John Dewey'nin nəzəriyyəsi ilə bağlıdır. Öyrənmə fəaliyyətdə baş verir. Prinsipi əsas rol oynamış olur. Əməkdaşlıq şəraitində baş verən təcrübə əsaslı öyrənmə uşaqlarda kritik düşünmə, problem həll etmə bacarıqlarını gücləndirmiş olacaq. Burada kooperativ, yəni əməkdaşlıq strategiyaları da ön planda olacaq. Baxın, elə əməkdaşlıq, komanda işi, fərdi nailiyyət və s. Sosial rolların dəyişməsi, liderlik, dəstək vermə də ön plandadır. Sonuncu, kollektivlə iş. Kollektivlə iş təlim prosesində bütün sinifin, böyük bir qrupun ortaq məqsəd ilə birgə fəaliyyət göstərməsidir. Uşaqlar sosiallaşacaq, ünsiyyət bacarığı inkişaf edəcək, ictimai məsuliyyət hissi inkişaf etmiş olacaq. Məqsəd nədir? İctimai məsuliyyət, komanda ruhu, geniş miqyaslı ünsiyyət. Və situasiya, bağçanın həyətini dizayn edin. Artıq uşaqlar öz yaradıcı ideyalarını birlikdə təşkil edəcəklər. Elmi əsaslandırma Brunnerin nəzəriyyəsi ilə bağlıdır. Kəşfiyyat yolu ilə öyrənmə. Bu cür fəaliyyətlər uşaqların məlumatı tədqiqat yolu ilə mənimsəməsini dəstəkləyəcək. Kollektiv işdə ortaq məqsədlə işləmə, konflikti həll etmə, məsuliyyət paylaşımı bacarıqları da formalaşacaq. Və tapşırıqları iş formalarına uyğun olaraq tərtib etmək də vacibdir. Məsələn, görürsünüz, iş formaları uşaqların adlarını tapın və bir də sual işarəsi əsasında burada 3 ürək, burada 2, indi burada neçədən olmalıdır? Bunu tapmaq. İndi burada nə inkişaf edəcək? İdrak fəallığı. Məsələn, göstərilən nümunələrdə birinci iş vərəqi 3-4 uşağın düşünməsini, müzakirə aparmasını, əməkdaşlıq etməsi üçün yetəri sayılmır. Bu səbəbdən fərdi iş forması üçün məqsəd uyğundur. Yəni, mən bu şəkili verib deyə bilmərəm ki, 5-6 uşaq, 3-4 uşaq bunun üzərində işləsin. Tək uşaq da bunu tapa bilər. Əsas məqsəd nə oldu, nəticə nə oldu, təlim məqsədinin uşağın ehtiyacına, mövcud imkanını nəzərə alması ilə seçilmiş və doğru icra edilmiş iş formaları pedaqoji prosesin tamlığını təmin etməlidir. İndi baxın, cədvələ əsasında qeyd edib. Fərdi iş formasında uşaq sayı 1, sosiallaşma orta, motivasiya yüksək, bacarıq inkişafı yüksək, iştirak səviyyəsi yüksək. Yəni, təkcə də öz üzərində işləyir. Cütlərlə iş, şəxs sayı 2 uşaq, sosiallaşma yüksək, motivasiya orta, bacarıq yüksək, iştirak yüksək. Qruplarla işdə 3-4 nəfərdir.
Şəxs sayı 3-4, sosiallaşma yüksəkdir, motivasiya yüksəkdir, bacarıq orta yüksəkdir, iştirak səviyyəsi ortadır. Kollektivlə işdə bütün qrup şəxs sayına aiddir, sosiallaşma çox yüksək olur, motivasiya orta olur, bacarıq orta olur, iştirak hamısı. Nəticə etibarilə nə oldu? Hər bir iş forması özünə məxsus funksiyalarını yerinə yetirmiş oldu. Bir müəllim il ərzində bütün iş formalarından istifadə etməyi bacarmalıdır. Fərdi iş, müstəqil qərar vermək, kritik bacarıqları inkişaf etdirir, cütlərlə iş ünsiyyəti, qruplarla iş əməkdaşlığı, kollektivlə iş ümumi hədəfləri reallaşdırır. Gördüyünüz kimi çətin də deyil. İndi biz nəzəriyyələrlə əlaqələndirdik. Fərdi iş, cütlərlə, qrup, kollektiv. Fərdi iş Montessori, cütlərlə Albert Bandura, qrup John Dewey, kollektiv Brunner. Yəni gördüyünüz kimi bunlar yeni olduğu üçün qeyd etmək istədim ki, öyrənin. Çünki buna aid artıq testlərimizin tipi də dəyişəcək. Çalışın ki, göndərdiyim PDF-i mütləq analiz edin. Artıq əvvəlki PDF-lərə baxmağa ehtiyac yoxdur. Çünki onun hamısını ümumiləşdirib bir PDF-də veriblər. İzaha baxın, PDF-ə baxın. Buna aid möhtəşəm testlərimiz də paylaşılacaq. Hər birinizə uğurlar. Növbəti izahımız isə iş üsullarına aid olanda paylaşacağım.